Ne diyebileceğim? Kasımın başını kesirler. Ne diyeyim oğlum? Ne diyeyim kızım? Vallahi kazanmak yoktu ama alırlar. Bir yüzden devlet alır. Kazanmak lazım evvelce. Devlet özü bilir də nə edir? Vallahi nə deyə bilər? Yaxşı ki 50% artırmayıblar. 100% normalda həmişə %100 artırırdılar, faizlə artırmırdılar. İndi normal görünür bir dəfə faizlə artırıblar. Əlbəttə ki cibimizə təsir eləyəcək. Artıb nahaq artırıblar. Mən kimi şəxsən pensionerlərə vacib eləmir o. Mən nə pensiya, özüm də onkoloji xəstəyəm bax. Mən ora nə qədər ayda pul tapıram, borca, xərcə, xala qurban, Allah'ın olsun. Mənə sərf eləmir şəxsən. Heç nə, çox yaxşı. Mən dövlətimə davirət eləyirəm, etibar eləyirəm. Lazımdır ki, qaldırıblar da. 10 köpək qaldırıblar da, düzdür. Amma milyonlarla Qanazada gedirdi, heç onun səsini çıxartmırlar. Bir dənə şey 10 köpəyi qaldırmanla səs-küy qopartdılar. Dövlətimiz lazım olanı eləyir. Mən şəxsən etibar eləyirəm dövlətə. Çox səhv hərəkət edirlər. Bu millətin cibinə girməkdir. Milləti gününə ağlamırlar. Hər kəs öz cibini doldurur. Yəni dövlət buna qarşı çıxmalıdır. Pis olsa rüzgar çətindir biraz. Allah hamını insaf versin. Məmurlar da onun içində. Yəni 60 qəpik çoxdur da. Elə zülmlə dolanılır vallahi. Güzəşt olunmalıdır qazilərə, veteranlara, müharibə veteranlarına, polislərə, hərbiçilərə, bunlara olunmalıdır. Mən metroya minmirəm. Mən onu desəm ki, metronun qiyməti düşsün aşağı gedir, şakı düşsün, o dəyişməyəcək ki olsun. Desək də mənası yoxdur. Mənasız bir şey. Hər şey gözəldir. Valla mən os deyərəm ki, naxaq yerə qalxızıblar da. Bu cür eləsələr yaxşı olar. İndi məcburuq ki, biz piyada getməliyik. Tələbələr üçün uyğun deyil də, yəni bizə çatdıra bilmirik ayın axırını. Ayda elə 40 manat yol puluna gedir yəni. Yəni tələbə üçün stipendiya da almıram, özəl universitetdə oxuyuram. Ona görə çatdırmaq olmur. Çox pis. Çox yaxşı bir şey deyil, çünki hamı işə gedir. Şəxsən mən gündə 4 marşrut dəyişirəm, işə gedib gəlməyə, Sumqayıtdan gəlirəm, Ağşəhərə getməliyəm. Ona görə də pis baxıram. Pensioner adamlar üçün çətindir. Pensionerlara biraz güzəşt eləsinlər. Adam var ki, pulu var verəcək, çıxıb gedəcək. Adam var, yox deyəcək, avtobusa minə bilməyəcək. Xahiş edirik ki, öz səviyyəsində qalsın, qaldırmasın rəqəməz. Çox pis. Ayda nədə xərcə çıxır? Demək olar ki, bir 200 manat. Yəni nə deyim göz qabağında, nə yeyirlər, nə içirlər bilmirik. Yəni uşaqla hesablasaq, hardasa ayda 30-35 manat xərcim çıxır, indi də artıracaq hər dəfəsində. Cəmaatı düşünmürlər, nə deyə bilərəm? Bu haqda etsin də elə hər dəfə elə qalxır, 60, 70, 80, rahat uca 1 manata kimi gedəcək. Tələbələr üçün də çətindir. Narazıçılıq var da biraz, nə deyim başqa, belə. Piyada gəzirəm. Neft-qaz ölkəsində ən azından yaşayırıq da. Heç olmasa qiymətlərdə endirim olsa daha yoxdur. Və insanların yaşayışı bildiyiniz kimi o qədər də yaxşı deyil. Mən şəxsən şəhid ailəsiyəm, şəhid ailələrindən güzəşt olunmalıdır. Bir ara pulsuz idi, gediş-gəliş, amma indi yenə ödəniş eləyirik. Amma olmazsa daha yaxşı olar.